Əgər səhifənizdə, satış səhifənizdə, yəni tort satdığınız səhifədə və yaxud da başqa səhifələrdə bunu eləsəniz, əziz bacılarım, səhifəniz apartlı olacaq, tərəfəmətə kimi çıxmasın. Deməli, əvvəl Instagram Azərbaycan gələndə orada takip sayı var. O böyük bir rol oynayır. Çünki rəqabət az idi falan, amma indi o rol oynamır. Əsas səhifə maraqlı olsun, cəlbedici olsun, o yəni olmasa da olar. Yəni əziz bacılarım, sizə yazırlar, məsələn, giveaway-lərdir, səhifəmizə Azərbaycan takipçiləri yığırıq falan edirik. Qətiyyən və qətiyyən heç vaxt onunla razılaşmayın, çünki sizin səhifənizə heç bilmirsiniz kimlər gələcək. Hədəf kütləniz gəlməsə, yəni sizin əl işlərinizlə, sizin özünüzlə maraqlanan insanlar gəlməsə səhifəyə, onda orada o rəqəmin çox olmağının sizə naburaq ziyanı var, nəinki xeyri. Səhifə öyrənin, görün opamayacaq. Və əgər sən də, ay mənim bacım, tort işi ilə kasıbçılıqdan çıxmaq istəyirsənsə, qabağa getmək istəyirsənsə, onda sadəcə kasıbçılığa son öne çıxanlar bölməsinə daxil ol və sən qalanın öz-özünə yaxşı gələcək.